Herkese salam, kanalıma xoş gəlmisiniz. Birinci sinif məntiq dərsliyindən tapşırıqları həll etməyə davam edirik. Səhifə 37-38 buyurub izləyə bilərsiniz. Birinci tapşırıq. Bizə verilib ananas rəsmi üzərinə 6 gəlib eləyib 8. Neçənin üzərinə 6 gəlsə 8 edər. 8-dən 6-nı çıxırıq, eləyir 2. Deməli, 2-nin üzərinə 6 gəldikdə eləyir 8. Ananasımız 2-dir. Doğru cavab A variantıdır. Keçid edirik ikinci tapşırığa. 2-nin üzərinə neçə gələndə 6 edir? 6-dan 2 çıxırıq. 6-dan 2 çıxanda bizə 4 verir. Deməli, 2-nin üzərinə 4 gələndə 6 edir. Bu rəsmimiz 4-dür. Deməli, bir də burada. Deməli, neçədən 4 çıxanda 5 edir? 5-in üzərinə 4 gəlirik, eləyir 9. 9-dan 4 çıxanda 5 edir. Digər rəsmimiz də 9-dur. İndi cavablara baxırıq. Rəsmlərə də mütləq rəqəmlərlə bərabər diqqət edirik ki, biz çaşdırmasın. Deməli, ilk rəsmimiz və ikinci rəsmimiz 9 və 4. Qoyaq yerinə əvvəl. Sonra baxaq cavablara. 4 və 9 verib çaşdırıb A variantı deyil. B variantı 2-3 deyil. Doğru cavab C variantıdır. 9 və 4. Baxın, A variantında necə çaşdırır. Mütləq şəklə də diqqət edin. Keçirik üçüncü tapşırığa. Neçənin üzərinə 3 gələndə 8 edir. 8-dən 3 çıxanda 5 edir. Deməli, 5-in də üzərinə 3 gələndə 8 edir. Bu rəsmimiz 5-dir. 5-dən 2 çıxanda bizə 3 verir. Qarpız dilimimiz 3-dür. Deməli, doğru cavab C variantıdır. Dördüncü tapşırıq. 8-dən 3 çıxırıq. Eləyir 5. Deməli, qarpızımız 5-dir. 5-in üzərinə 2 gələndə eləyir 7. 5 üstə gəl 2 bərabərdir 7. Pomidorumuz 7-yə bərabərdir. Doğru cavab B-dir. Keçid edirik 5-ci tapşırığa. A çıx B bərabərdir 5-ə. C üstə gəl A çıx B bərabərdir 8-ə. Biz nəyi bilirik? A çıxılsın B bizdə 5-dir. Baxın, yazaq bura 5. C neçənin üzərinə 5 gələndə 8 edir? 8-dən 5 çıxırıq. 8-dən 5 çıxanda 3 edir. Gəlin C'mizi yazaq yerinə 3, 3. Bu da bizə verir 6 cavabını. Doğru cavabımız B variantıdır. 5-ci tapşırıqda biz nəyi tapdıq? Deməli, 8-dən 5-i çıxdıq. C'mizin 3 olduğunu tapdıq. 3-ləri də yerinə qoyduq. Elədi 6. 3 üstə gəl 3 bərabərdə 6. Doğru cavab B. Neçənin üzərinə 3 gələndə 6 edir? 6-dan 3 çıxanda 3 edir. 3-ün də üzərinə 3 gələndə 6 edir. Deməli, bu rəsmimiz 3-dür. Yerinə qoyuruq. 3-dən neçə çıxanda 1 edir? Bəli, 3-dən 1-i çıxırıq, eləyir 2. 3-dən də 2 çıxanda 1 edir. Deməli, bu rəsmimiz də 2-dir. Yerinə qoyuruq. 2 üstə gəl 2, 4 edir. Doğru cavabımız A variantıdır. 7-ci tapşırığa baxırıq. 7-dən neçə çıxanda neçə? Çətin olduğu üçün keçirik ikinciyə. Baxırıq. Aha, neçənin üzərinə 4 gəlsə 6 edər. Bəli, 2. 6-dan da 4 çıxanda 2 edir. 2-nin üzərinə 4 gələndə 6 edir. Tapdıq ki, bu rəsim 2-dir. Deməli, 7-dən neçə çıxanda 2 edir. 7-dən 5 çıxanda 2 edir. Demək, 2-nin də üzərinə 5 gələndə 7 edir. Tapdıq ki, bu rəsmimiz də A hərfimiz də 5-dir. 5-dən də 3 çıxanda 2 edir. Deməli, doğru cavab B variantıdır. 2. 8-ci tapşırığımıza baxırıq. 2 eyni komandaya 8-i bölürük. Hər komandada eyni oyuncular olmalıdır. 2 eyni komandaya böləndə hər komandaya 4 nəfər düşür. 4 üstə gəl 4 bərabərdir 8-ə. Ulduzumuzu tapdıq 4-dür. Neçənin üzərinə 4 gələndə neçə edir? Onun üçün baxırıq. Aha, göy quşağını 3 verib 3-ümüzü yerləşdiririk. Yerinə 3-ün üzərinə 4 gələndə eləyib 7. Deməli, kaktusumuz 7-dir. Doğru cavab A variantıdır. 6 çıxılsın kvadrat bərabərdir kuruğa. Baxırıq ikinci sıraya. Kvadrat üstə gəl 3 bərabərdir 7-yə. Neçənin üzərinə 3 gələndə 7 edir? 7-dən 3-ü çıxırıq. 7-dən 3 çıxanda eləyir 4. 4-dür. 4-ün üzərinə 3 gəlib edib 7.
Kvadratımız olan yerə 4-ümüzü yazırıq. 6-dan da 4 çıxanda eləyir 2. Dairəmiz 2-dir. 2-nin üzərinə ulduz gəlib, üzərinə 3 gəlib, edib 10. Aha, ulduzumuzu tapmalıyıq. 2-nin üzərinə 3 gəlir, eləyir 5. 5-in üzərinə neçə gəlsək 10 edər? 5. 5-in də üzərinə 5 gələndə eləyir 10. Deməli 2-nin üzərinə 5 gəlib, eləyib 7. 7-nin üzərinə 3 gəlib, eləyib 10. Deməli doğrudur. Ulduzumuz nədir? 5. Doğru cavab B variantıdır. 10-cu tapşırıq. İkinci sütuna baxırıq. Neçənin üzərinə 2 gələndə 7 edir? 7-dən 2 çıxırıq. Eləyir 5. 5-in üzərinə 2 gələndə 7 edir. Ulduzumuz 5-dir. Neçədən 4 çıxanda 5 edər? 5-in üzərinə 4 gəlirik. 9. 9-dan da 4 çıxanda eləyir 5. Deməli, göy qurşağımız 9-dur. Doğru cavab A variantıdır. 11-ci tapşırığa baxırıq. Neçənin üzərinə 3 gələndə 8 edir? 8-dən 3 çıxırıq. Eləyir 5. 5-in üzərinə 3 gəlirik. Eləyir 8. Deməli, ulduzumuz 5-dir. Neçənin üzərinə 2 gələndə 3 edir? Aha, 3-dən 2 çıxırıq. Eləyir 1. 1-in üzərinə 2 gələndə 3 edir. Buldumuz da 1-dir. Aha. Baxırıq, neçədən 1 çıxanda 5 qalır. 5-in üzərinə 1 gəlirik, eləyir 6. Deməli, 6-dan da 1 çıxanda eləyir 5. Deməli, ayımız nədir? 6. Doğru cavab B variantıdır. 12-ci tapşırıq. Baxırıq, burada ulduzlar verilib. Ola bilər rəsmdə rənglər tam aydın düşməsin. Baxın, mən siz üçün işarələyirəm. İkinci tapşırıqda mən sizə qırmızı ilə işarələyim. Deməli, baxın, bu iki ulduzumuz narıncı rəngdədir. Bir də burada sonuncu ulduzumuz narıncı rəngdədir. Qalan bütün ulduzlar çəhra rəngdədir. Aha. İndi baxırıq, tapşırığı həll edirik. Kitaba baxsaq 38-ci səhifədə görəcəksiniz. Deməli, neçədən 2 çıxanda 4 edir? 2-nin üzərinə 2 gələndə eləyir 4. 4-dən də 2 çıxanda eləyir 2. Artıq biz bildik ki, narıncı rəngdə olan ulduzlarımız 4-dür. Harada narıncı rəngdə ulduz var, orada 4 yazırıq. 6-dan 4 çıxırıq, eləyir 2. Deməli, 4-ün üzərinə 2 gələndə eləyir 6. İndi harada çəhra rəngdə ulduz var, onun da yerinə 2 yazırıq. Bunlar hamısı çəhra ulduzlarımızdır. 2, 2, 2, 2. 4-ümüzü də yazmışdıq. İndi nə edirik? 2-nin üzərinə 2 gəlir, eləyir 4. 4-ün üzərinə 2 gəlirik, eləyir 6. 6-nın üzərinə 2 gəlirik, eləyir 8. 8-də burada çıx işarəsidir. 8-dən də 4-ü çıxanda eləyir 4. Doğru cavabımız A variantıdır. Keçid edirik 13-cü tapşırığa. Deməli, bu rəsmimiz 3-dür. 3-ü yazırıq yerinə. Neçənin üzərinə neçə gələndə və üzərinə 3 gələndə 7 edir. Gəlin belə elə. 7-dən 3-ü çıxaq. 7-dən 3-ü çıxanda eləyir 4. 4-ü də 2 eyni bərabər hissəyə bölür. Rəsm 2 dənədir və 2 eyni rəsmdir. 2, 2. Baxaq, düzmü? Yazmışıq. 2-nin üzərinə 2 gəlib, eləyib 4. 4-ün də üzərinə 3 gəlib, eləyib 7. Doğrudur. Bu rəsmimiz də 2-dir. 2-dən də 1 çıxıb, alınır 1. Doğru cavab A variantıdır. 14-cü tapşırığa baxırıq. Neçənin üzərinə 3 gələndə 10 edir? 10-dan neçə çıxanda? 10-dan 3-ü çıxanda neçə edir? 7. Deməli, 7-nin də üzərinə 3 gələndə 10 edib. Baxırıq ikinciyə. Əvvəl 7-ni yazırıq yerinə, rəsmimizin qabağına. Aha, 2 bərabər hissəyə böləndə 6-nı hər komandaya 2 eyni adam düşür. Bu da eləyir 3, 3. 3 üzərinə, 3-ün üstünə 3 gələndə eləyir 6. Deməli, bu rəsmimiz də 3-dür. 7-dən də 3 çıxanda eləyib 4. Doğru cavab A variantıdır. 15-ci tapşırıq. Deməli, sarı rəngli ulduzumuz 4-ə bərabərdir. Yazırıq ulduzumuzun rəqəmini yerinə. 4, 4. Aha, 4-ün üzərinə 4 gəlir, eləyir 8. Ondan da 8 çıxanda eləyir 2. Və 2-nin üzərinə 4 gəlirik, eləyir 6. 6-nın da üzərinə 4 gələndə eləyir 10. Deməli, digər çəhra rəngli ulduzumuz da 2-dir. 2-ni də yazaq yerinə. 2-nin də üzərinə 2 gələndə 4 edir. Doğru cavabımız
C variantıdır. Videolarımı bəyənməyi unutmayın. Hörmətli valideynlər, bəzi uşaqlar. Bu mövzularla bağlı, bu test tapşırıqlarla bağlı hər hansı bir sualınız yaranırsa, mütləq şərh bölməsində qeyd etməyi unutmayın.